Bu kupon və kartlar haqqında qısa olaraq sizə məlumat vermək istəyirəm. Məsləhətçilər olar ki, haçansa sizin də kupon və kartlarınız olar və onları necə istifadə edə bilərik, hardan baxa bilərik kupon və kartlarımıza, bunları da sizə göstərim. Demək, səbətimizə məhsulları əlavə etdikdən sonra artıq burada heç bir yerə çıxmırıq. Baxın, davam et düyməsini vurduqdan sonra mütləq ki, aksiyalar bölümü açılır. Bu aksiyalar bölümünə mütləq baxmaq lazımdır. Gəlirik aşağıda, baxın, kupon və kartlar sözü yazılıb ki, buradan biz kupon və kartlarımızdan istifadə edərək gördüyünüz kimi burada bütün bu sağlamlıq məhsullarıdır. Aromaterapiyadır, ev üçün kosmetikadır, qulluq, gigiyena, yəni bütün hər bir məhsulları cəmi 50% indirimlə ala bilərik. Bəs gəlin görək, məsləhətçilər deyər ki, tutalım ki, bu videoya baxdıqdan sonra məsləhətçi öz aksiyalar bölümündə əgər kupon və kartlar görməzsə, onda narahat olmayın. Çünki kupon və kartlar bizə yalnız şirkətin qoyduğu aksiya ilə olur. Baxın, burada qış indirimlərinə görə. Hər dəfə bizdə yəni yaz indirim olur, aksiyası, kupon kartlar olur, qış üçün olur, payız üçün olur. Yəni hər dəfə bu kimi kuponlar, yəni aksiyalar olur. O zaman nə edirik? Aksiyalar bölümünə daxil olduqdan sonra kupon və kartlarımıza baxın, üzərinə vururuq. Üzərinə vurduqda bu məsləhətçinin 20 ədəd kuponu var. Deyək ki, bu məsləhətçi keçən kataloq dövründə bir xeyli məhsul alış-veriş etdikdə elə vaxt olur ki, 15 manata bir kupon əldə edirik. Elə vaxt olur ki, aksiya, məsələn şirkətin qoyduğu aksiyadır, 30 manata alış-verişdə bir kupon əldə etmiş oluruq. Və biz bu kuponlardan, baxın, sadəcə onu qeyd edim ki, bir şeyi unutmayaq. Kataloqda indirimdə olmayan məhsulları 50% indirimlə götürmək bizə sərf edir. Əgər kataloqda, məsəl üçün deyəlim ki, bu məhsul indirimdədir, onda elə o sizə bu qiymətə gələcək və siz o zaman düşünməyin ki, bu endirimə gəlmədi, mənə endirimlə düşmədi, yalandır. Xeyr, belə bir şey yoxdur. O zaman siz o həmən məhsulun balına diqqətlə fikir versəz, görəcəksiniz ki, orada məsəl üçün 2 bal, 3 bal verən məhsul kupon və kartla çıxartdıqda artıq nə qədər çox bal verir sizə. Bizə də ən çox vacib olan nədir? Ballarımızı artırmaqdır və ona görə də kupon və kartları mütləq istifadə etmək lazımdır. Çalışaq, düzdür, bizə kataloqda indirimdə olmayan məhsulları əldə etmiş olaq. Təbii ki, burada da 20 ədəd məhsul, lazım olan məhsulu seçdikdən sonra tətbiq et düyməsini vururuq. Buradakı məhsullar səbətimizə əlavə olunur. Dəyərli məsləhətçilər, burada kupon və kartlarda bir şeyi də canlı-canlı sizə göstərmək istəyirəm. Baxın, biz səbətimizdə deyəlim ki, bu göz ətrafı parça hidrogen parçaları, bu katalog qiymətidir 16.79, ambar qiyməti isə 13.43-dür. Gəlin biz bunu kuponlarla götürək. Demək 09.93 kupon və kartlarla götürək, baxaq görək. Baxın, diqqətlə gördüyünüz kimi burada bizim qiymət orada 13 manat səhv eləmirəmsə neçə qəpik idi, elə deyilmi? Burada isə kuponla bunu çox rahat bir şəkildə çıxarda bilirik. Seçmək düyməsini vururuq və səbətimizə əlavə edirik. Gəlin burada, baxın, yuxarıda gəldi. Eyni məhsulu, baxın, birini demək, adi qayda ilə səbətimə əlavə etmişəm. Digər isə kupon və kartımdan istifadə edərək, baxın, çox indirimlə götürdüm bu gözaltı parçaları. Yəni, kupon və kartlarımızı mütləq və mütləq istifadə etməliyik.